gəlin. Bəsdir məni bu qədər alçatdın. Sənin üçün yadlar həmişə birinci yerdə dayanır, ha? Gözəldir də, çox cazibədardır. Əgər sizin niyyətinizi əvvəldən bilsəydim, ölsən də təklifinizi qəbul eləməzdim. Sən heç sakitləşmədin ki, sakitləşmədin də. Yenə nə istəyirsən? Xahiş edirəm, məni bağışlayın. Aradan ən azı 15-20 il keçib. Sən onu necə tanıdın? Bir gün dükanda qarşılaşdıq. Bugündən mənim sənətdə atam yoxdur. 10 dənə sənin kimi kişidənsə, eybəcər belə olsa, bir dənə qadın yaxşıdır. Kömək elə. Mən yalnız sənə inanıram, Fərhad. Bu elədiyiniz səhv hərəkətdir. Sizə bir sözüm var idi. Heç bilmirəm necə deyim. Biraz tez ol, vaxtım yoxdur. Dünən oğlunun küçəmizin başında casusluq elədiyini gördüm. O nə danışır? Axı nə vaxta kimi sizə görə kimsə əzab çəkməlidir. Deyəsən sənin dilin çıxıb, hə? Hə? Şöhrət bəylə əlaqələri yenə bərpa elədiniz? Hər şey yalnız üzdədir. Mənə indi düşmən lazım deyil. Salam əleyküm. Otur görüm. Baxıram dünəndən mənə nəsə demək istəyirsən, hə? Səni dinləyirəm, buyur. Sözünü de. Mən sizə... Hə, bacı, hər şey yaxşıdır? Hə, yaxşıdır. Sən niyə o qıza mane olursan? Yox, mən ona mane olmuram. Bu qızın sadəcə olaraq səndən xoşu gəlir. Ona görə də səndən söhbət eləmək üçün bəhanə axtarır. Hə, 2 nəfərdir. Onların 3 az yaşlı uşağı da var. Hə, hə. Hə, düzdür, Bakıya. Kim Bakıya gedir? Bir tanışım. Yaxşı, oldu. Bəs sən nə vaxt gedirsən? Bu nədir, məni qovursan? Mənə bax, rahat yaşayırdım. Sən gələndən sonra rahatlığın pozulub, bilirsən? Qardaş, O qız da, sən də evimdən gedin. mən... Gedin deyirəm, daha bəsdir. Başqa sözüm yoxdur. Fərhad...
Ata, Manav bəy niyə bizlə birgə işləmək istəyir? Yəni, o hər şeyi belə tez unutdu? Yox. O həmişə düşmənlərini özünə yaxın saxlayır. Onda biz ehtiyatlı olmalıyıq, hə? Ha, çox ehtiyatlı olmalıyıq, oğlan. Bacı. Bacı. Xahiş edirəm. Məni bağışla. Mən həddimi aşdım. Nə desəm də əsəbləşib dedim. Bacı, bağışla məni. Sən yad qızlarını məndən üstün tutursan. Bacı, mən günahkaram. Sənin xətrinə dəydim. Əziz qardaşım. Bilirəm, sənin üçün də çətindir. Səni bağışlayıram, Fərhad. Sən mənim ata-anamın yadigarısan. Yaxşı, gedək. Gəl. İçəri keçək. Allah səni var eləsin, qardaşım. Məndən incimə, yaxşı? Salam Qasım. Xoş gəlmisən. Otur. Qumrudan bir xəbər var? Hələlik yoxdur. Salam əleyküm. Salam Humayun. Əleyküm salam. Əyləş, əyləş. Necəsiz Arzu xanım? Yaxşıyam. Sizdə bir xəbər var? Yoxdur. Axtarmadığım yer qalmayıb. Yaxşı şeylər fikirləşək. İnşallah o tapılar. Əsas odur, sağ-salamat olsun. Bu hər şeydən vacibdir. Yaxşı. Arzu, ağlama. Biz mütləq onu tapacağıq. Alo? Alo, Hə, Səid, necəsən? yaxşıyam, sağ ol dostum. Tapıldı? Yox, o hələ tapılmayıb. Axtarışa verilib. Bilmirəm xəbərin var ya yox. Bugün səhər Yunis Özbəkistandan çıxıb gedib. Hara gedib? Azərbaycana gedib. Sən buna əminsən? Hə, 100%, zəmanət verirəm. Arvadı və 3 uşağı ilə bugün səhər tezdən çıxıb gedib.
Ata, salam, necəsən? Yaxşıyam, sağ ol. Axı dönən dedin işdən gedirsən. Amma getdim evə, oturub yaxşı-yaxşı fikirləşdim. Belə deyək də, bəstinin pul gələn yeri var da, ateliye, sex. Məndə isə yoxdur. Ona görə də sakitcə geri qayıtdım. Ha, yaxşı. İnşallah bacın da qayıdar. Əşi yox, o çox inatkardır. Asanlıqla qayıtmayacaq. Yaxşı, işin avanda olsun. Ata, Qumrudan bir xəbər var? Yoxdur. Bacı, Yunis hardadır? Sən niyə onu Bakıya göndərdin? Cavab ver! Niyə göndərdin? Yavaş ol. Bu nədir? Özündən niyə çıxmısan Fərhad? Mən nə bilim Yunis hardadır? Niyə mənə böhtan atırsan? Sevər hardadır? Nə? Səni başa düşmürəm. Gah Yunis deyirsən, gah da Sevər deyirsən. Bəsdir, biraz özünü ələ al. Deyirəm ki, Sevər hardadır? Axı mən hardan bileyim? Hanı? Hə, nə olub? Sizi bir adam soruşur. Ona özün cavab verə bilmirsən, hə? Yalnız sizlə danışmaq istəyir. Nə demək istəyir? Sizə Yunis adlı bir adam məktub göndərib. Yunis? Çəkil görüm. Nə haqda danışırdınız, ha? Qumrunu qaçırıb aparan oğrular haqqında danışırıq. Əlimə düşsəydilər, dərslərini verərdim. Dərslərini polis verəcək. Sənə iş qalmayacaq. Azı 10 il cəza alacaqlar. Yox, 10 il az olar. 20 il. Yox. Belələrinə ömürlük həbs vermək lazımdır. Düzdür? Onları öldürsələr lap yaxşı olardı. Razıyam. Başlarını kəsib tullamaq. Ha? Düzdür? Neysə. Siz oturun burada, mən indi gəlirəm. Alo. Ha, nədir? Deyəsən sən düz deyirdin. O nəsə gizlədir. Salam Nədir? əleykum. Yunis nə verir? O xahiş elədi ki, sizə bu açarı çatdırım. Bu haranın açarıdır? Başa Bir də düşmədim. bu məktubu. Əgər oxusaz, başa düşəcəksiniz. Yaxşı. Bir də dedi ki, onun çox peşman olduğunu sizə deyim. Ha, nə deyirsən? Hələ də yemək yeməyib? Yaxşı, indi özüm gəlirəm. Yaxşı. Cəfər, dayan görüm, sənə sözüm var.
Xahiş edirəm Humayun. Sonra danışarıq. Vaxtım Deyirəm yoxdur. ki, mənim sənə sözüm var. Dedim ki, tələsirəm. Sever. 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 Hardasan? Sever. 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 Ferhat buradayım. Sever. Ferhat buradayım. Ferhat. Sever. Sever. Sever, necəsən? Yaxşısan? Hə, necəsən? Narahat olma. Qorxma, yanındayam. Sever, Sever. Əbrar, salam. Mən işlə bağlı uzaq bir yerə getmişəm. Bir müddət adamların gözünə görünməyəcəm. Hər şeyə özün göz qulaq ol. Biraz tez aç da. Ah, Geldim. çıx tez ol. Gəl. Niyə açmırsan? Ətrafa bax. Yaxşı?
Hər şey yaxşıdır? Yaxşı baxdın? Heç kim yox idi ki? Yox. Heç kim yox idi. Oldu, salam. Qumru yaxşıdır? Qumru nə yemək yeyir, nə də su içir. Bu qız niyə belə inatkardır axı? Belə getsə o tezliklə yemək yeməsə acından öləcək. Sən dəli olmusan, ha? Kəs səsini. Nə danışırsan sən? Ey, sənin boyun uzun olsa da, amma ağlın azdır, bildin? Hə. Mənə bax. Hey, Qumru yaşayacaq. Başa düşdün? O mənim olacaq. Biz ailə quracağıq, xoşbəxt olacağıq, şirin şəkər uşaqlarımız olacaq, hə? Ay bədbəxt, sən bunu hardan biləsən? O belə ac qalmağa davam eləsə, arzuların puç olacaq. Keç. Yavaş yavaş. Keç içeri. Bak böyle. Ağlama. Gel Sever. Gel. Geç eve. Ehtiyatlı ol. Qumru, bəsdir də inatkarlıq elədin. Bax, belə ac qalsan, öləcəksən Qumru. Heç olmasa al su iç, nə olar? Mən sənin üçün heyvan deyiləm, Cəfər. Qəfəsə salıb mənə bir tikə yemək verəsən. Bir də deyirəm, sənin süfrəndən yemək yeməkdənsə ölsəm yaxşıdır. Mən niyə səni sevdim? Səni sevdiyim günə lənət olsun Qumru. Cəfər, nədir? Yəni, sənin üçün başqa qız yox idi? Niyə gedib bu inatkarı sevdin axı, ha? Qumru, qulaq as, mənə cavab ver. Bax, məni sevməyin üçün nə çatışmır axı, hə? De mənə, hə? De bilim də. Pulum var. Gözəl evim var, maşınım var. Nədir? Özüm də belə yaraşıqlı oğlanam. Nə xoşuna gəlmir axı? Axı nə vaxta kimi hər şeyi pulla ölçəcəksən? Sən hələ sevginin nə olduğunu başa düşməmisən.
İnsan həqiqətən kimisə sevəndə onun varlıya kasıb olmasına baxmır. Onda ürəyinə de, məni sevsin də. Hı? O buna məcburdur. Çünki mən heç vaxt təslim olmayacağam. Əgər ürəyinə sahib çıxa bilməsəm, sənin özünə sahib olacağam. Məni başa düşürsən, ha? Səni heç kimə verməyəcəm. Ha? Mən beləyəm. Mən heç nədən çəkinmirəm. Sən fikirləşdiyin kimi başdan xarabam, axmağam, dəliyəm. Dəliyəm. Deyəsən mənim də qismətimə acılıqdan ölmək yazılıb. Fərhad. Qardaşım. Bilirsən, mən neynəmişəmsə, sənin xeyrin üçün eləmişəm. Amma uşağın tələf olmağı heç yaxşı olmayıb. Ay, yaramaz Yunis. Bilirəm, mən çox ağır günah elədim. Yadındadır, anamız öləndən sonra sənin qayğına qalırdım. Sənə baxırdım. Hər nə olsa da mən səni fikirləşirdim, qardaşım. Axı sən mənim doğmamsan. Heç bilmirəm nə deyim. Fərhad, qardaşım, əgər istəsən, gedib Sevərdən üzr də istəyərəm. Onun yanına bir addım belə atmayacaqsan. O sənin kölgəni belə görməməlidir. Ondansa şükr elə ki, səndən polisə şikayət eləmir. Ona sağ ol de. Yoxsa ən azı 10 il həbs cəzası alardın. Fərhad, bəsdir. Yaxşı. Qadın ağlıma bir səhv də elədim keç günahımdan. Mən bunu pis niyyətlə eləmədim. Hər şeyi sənin üçün elədim. Bir uşaq öldü, bunu bilirsən? Bu necə yaxşı niyyətdə elə? Bundan artığı ola bilər? Hə? Bir aciz qadını bir heyvanın qoynuna attın. Hələ bir qoy o heyvanı tapım. Heyif ki bacımsan. Yoxsa Allah haqqı səni boğub öldürərdim. Qardaş, bağışla məni. Nə olar, dava eləmə. Fərhad. Mənə əlini vurma. Qardaş, mən səni fikirləşirdim. Sən məni fikirləşmirdin. Fikirləşsən bunu eləyərdin. Yaxşı,
bu dünya keçib gedəcək. Öləndə Allahın yanında nə cavab verəcəksən? Özünə necə bəraət qazandıracaqsan, hə? Doğulmayan bir körpəni öldürüb, sonra isə onun qaçmağına kömək elədin. Niyə? Qardaş, mən günahkaram. Sən şeytanın mələyisən, bilirsən. Şeytan heç vaxt dəyişmir. Bugün tövbə edib, sabah yenə eyni işləri görür. Başa düşdün? Sənə nifrət eləyirəm. Bilirəm İstanbulda da nə işlərlə məşğul olurdun. Saysız hesapsız qızları satıb, indi də evimə gəlib, mənim evimdə başçılıq eləmək istəyirsən, hə? Bəsdir Fərhad. Çıx get. Əlimdən xəta çıxmamış çıx get buradan. Rədd ol evimdən, gözüm səni görməsin, get! Get tez ol. Get dedim, yoxsa mən özümə cavabdeh ola bilməyəcəm. Səni öldürə bilərəm. Ha, nə oldu? Ne olacak? Hiç ne olmadı. Ha, bu gedişle o dəqiq acından ölecek. Görəsən onu necə yemək yeməyə razı salım, ha? Xeyri yoxdur. Sən uçuruma doğru gedirsən, dostum. Geriyə də yolun yoxdur. Qumrunu buraxsan, səndən şikayət eləyəcək. Bir də görəcəksən, həbsxanadasan. Ne danışırsan? Ben heç bunu bilmirdim ki. Əgər o ölsə bilirsən nə olacaq? Bilirəm. Mən məhv olacağam. Ona görə də belə sözlər danışma. Yaxşı? Hı? Oldu? Hey! Onda fikirləş. Bir yolunu tap. Mən sənə 2 çıxış yolu dedim. Mənə bax, yaxşı, bəs sən niyə belə rahat danışırsan? Nə olub sənə, hə? Yəni görmürsən, mən burada əsəbləşirəm. Əsəblərimi cilovlaya bilmirəm. Hirslənmişəm, ha? Hey, görürsən, ha? Bu sənin problemindir. Hı? Fikirləşib iş görərdin. Deməli belə, hə? Sənin üçün maraqlı deyil, hə? Yox. Yaxşı. Hı? Əla. Deyəsən əlbir olduğumuz yadından çıxıb, hə? Yaxşı, eyv yox. Yadına düşər.
Serial Space televiziyasının sifarişi ilə dubləj olunub. Zibeydə! Zibeydə, hardasan? Gəldim xala. Nə olub? Tez ol, düş qabağıma. Yaxşı, yaxşı, sakitləşin. O indiyə kimi xəyanəti heç vaxt bağışlamayıb. Sən hər şeyə hazır ol. Sənə yaxşılıq eləmək üçün başıma gör nələr gəldi. Tez gəl. Səni lənətə gələsən. Nə? Oy! Zibeydə! Bütün günah məndədir. Səni qoruya bilmədim. Tək qoyub getdim. Sən nə edirsən? Mən... Kimsə gəlib. Kimdir? Mən hardan bilim? Dur ayağa da. Qalx. Qalx. Məncə, o nəsə plan qurub. Ata dedim axı, biz ehtiyatlı olmalıyıq. Nə haqda danışırsınız? Ha, fikir vermə dayı. Heyvan haqqında. Hey, danışığına fikir ver. O heyvan deyil. Cəfər. İndiyə kimi qızın sənə lazım deyildisə, bundan sonra da lazım olmasın. O niyə birdən-birə zəngilədi? Çəkil içərdəki qonaqla tanış olun. Dayı. Qumru? Yalçın qardaş.